Salamlar günlərdən yenə öz aramızda. Və bugün mən sizlə öz aramızda görünmək haqqında danışıram, amma görünməyin başqa bir səviyyəsindən. Bildiyiniz kimi mən artıq illərdir insanların zehinləri ilə onların yaşamlarını dəyişdirməyə kömək edirəm. Və təsəvvür eləyin, mən bu illərdə nə qədər məhz zehnindəki əngəllərdən dolayı potensialını hətta özündən belə gizlədən insanlar tanıyıram. Və bu proses ərzində %100 əmin olduğum bir məlumat var. Əgər siz zehninizdəki problemlərlə üzləşib onları həll eləməyi seçməsəniz, bu problem varsın ömrünüzün sonuna qədər sizin sınağınız olmağa davam edir. Və siz hər görünməkdən qorxduğunuz yerdə biraz daha gizlənərək özünüzə biraz daha xəyanət eləmiş, biraz daha özünüzdən qaçmış olursunuz. Bəs bu məsələləri necə həll eləmək olar? Ümumiyyətlə biz bütün məsələləri kökdən həll etmək üzərinə çalışırıq. Məsələn, siz mənlə yola çıxanda ilk öyrəndiyiniz şey olur ki, bu məsələnin kökünə necə enmək olar və onu necə dəyişdirmək olar. Və bunun çox xüsusi metodlar var və bu hər bir metod sizin hansı səviyyədən dönüşəcəyinizə dair ayarlanır. Məsələn, bəzi insanlar, atıram bu sadəcə bəsit bir izah olsun deyə indi burada pilləkən nümunəmi verəcəm həmişə. Bəzi insanlar mənim yanıma gəlirlər birinci pilləkəndə və hədəfi hamı istəyər də 100. Amma adamın hədəfi gerçəkdən 70, 80, 100-dür. Və o bir hız istəyir, o bir yol istəyir. O deyir ki, mən məsuliyyətimi götürməyə hazıram və bu periodda gerçəkdən irəliləməyə hazıram. O halda mən onu detallı analiz edirəm və ən qısa zamanda ən yüksək nəticə necə ala bilər onu yazıram. Bəzi insanlar üçün müəyyən səviyyə var ki, o istəyir yavaş-yavaş irəliləmək. Mən onda onlara tövsiyə edirəm ki, gəlsinlər yenə fərdi konsultasiyaya, biz onlara bir yumuşaq plan yazaq, gedib onu uygulasınlar və irəliləsinlər. Nəticə etibarı ilə biz proses ərzində özümüzü görmək məcburiyyətindəyik. Yəni, elə bugün oturacaqsan və başlayacaqsan baxmağa. Mənim görünməkdən qaçdığım hansı situasiyalar var? Burada əsas qorxduğum şey nədir? Əgər elə bu anda görünməkdən qorxmağı dayandırsam, o zaman nə olar? Sonra bir siyahı yazacaqsınız. Görünsəm başıma nələr gələr? Hamısını yazırsınız və tək-tək bu çox dərin bir çalışmadır və mən bunu öz aramızda da sizlə bölüşürəmsə, lütfən bunu dəyərləndirin. Çünki sistemin sizə verdiyi dəyərli şeyləri görməzdən gəldikcə, sadəcə bir şeylərin arxasınca qaçdıqca, həqiqətən bunu yaşamınızda nə qədər negativ deməyək də, istəmədiyiniz şeyləri gətirdiyini görürsünüz. Texnika belədir. Siz götürürsünüz və yazırsınız. Hansı şeylər var ki, siz qorxursunuz, görünsəniz, onlar sizin başınıza gələr. Tənqid, aşırı məsuliyyət, ailəmin sözləri, qohumlarımın belə deyər, köhnə sevgilimin anası məni görər gibi. Bütün bunları yazdıqdan sonra hər birini tək-tək götürürsünüz və başlayırsınız yazmağa. Bu situasiyanın ən pis variantı baş verərsə, mənim çözümüm nədir? Hamısına ən fantastik halda çözüm yazırsınız. Yəni bilirsiniz, ən son başıma götürüb ölkədən qaçaram. Amma çözümdür. Yəni beyninizə bu situasiyaların heç birinin ölümə bərabər olmadığını iqna etməyiniz lazımdır. Başlanğıc olaraq bu texnika sizə kifayət eləyəcək. Və əgər davam etmək istəsəniz, qapımız açıq. Və indi sizə danışacağım. Siz görünməməklə, gizlənməklə əslində nələr eləyirsiniz? Bəlkə də birinin həyatına toxunacaqdın. Bilmirəm, bu sənin üçün nə qədər dəyərlidir. Mənim üçün həyati vaciblərin içindədir. Və biz həyatımızı yalnız dəyərlərimizə görə yaşaya bilirik. Bugün kimin həyatında nə varsa, onun dəyərləri elədir deyədir. Kim ki, dəyərsiz bir həyat yaşayır, bu elədir deyədir. Məhz dəyərsiz həyat yaşayan və dəyərləndirmək istəyən hər kəsin mütləq zehnindəki ilişdiyi şeylərlə çalışmağı lazımdır. Bu mövzuda dəstəyə həmişə hazıram. Və biz baxmalıyıq. Mən özüm üçün dəyərli olan həyatdan hansı situasiyalarda vaz keçirəm? Məsələn, görünsən, birinə dəstək ola bilərsən. Düşün, mənim görünmə qorxum var və indi bu videonu çəkmirəm. Görün özümü neçə yüz insanın həyatına zərrə də olsa toxunmaqdan alıqoymuş olacağım. Görün siz görünməyə görə, görünməyə. Görün siz məhz görünmək məsələləri səbəbi ilə
Nə qədər görüşdən qaçmısınız? Müsahibələr, bəlkə deytlər, ola bilər ki, münasibət, ola bilər romantik münasibət, ola bilər dostluq. Orada tanımadığım adamlar var, mən gəlməyim. Bəlkə də o adamlardan birini tanımaqla yaşamının hər yerini dəyişdirəcəkdi. Bəlkə də oradakı qızlardan biri sənin elə ən yaxın rəfiqən olacaqdı. Amma sən qaçıb gizlənməyi seçdin. Həyat naməlumdur. Nə gətirəcəyi bəlli olmaz. Biz doğulmuşuq, bu dünyadayıq, enerjidən ibarətik filan okey, amma ətik, buradayıq, varıq və varlığımız görünür. Amma bu görünəni, bu həqiqəti sən gizlətdiyində, çarpıtdığında bədəl ödəməyin qaçınılmazdır. Ona görə də elə indi gedirsən, görünməklə bağlı çalışmanı eləyirsən. Ardından görsən ki, bir müddət sonra sən artıq hazırsan bir yola çıxmağa. Mən səni gözləyirəm. Gəl ilkin konsultasiyaya sənin üçün detallı analiz eləyə görə səndə nələr çatmır və biz nələr dəyişdirməliyik. Okey qaldı. Görünərək həyatımı necə yüksəldə bilərəm? Biz buna brendləşmə deyirik. Brendləşmə ilə bağlı dünyanın müxtəlif yerlərində müxtəlif fikirləri var. Hər bir uzman özünə görə bir yanaşma eləyir. Mən həmişə hamısını dinləməyinizi və harmanlamağınızın tərəfdarıyam. Təbii ki, dəyərli olanların hamısı. Həmişə hər yerdə boş-boş danışan bir kütlə olacaq. Bu ayrı. Və gerçəkdən dəyərli olan brand mentorlar var, marketoloqlar var, bəlkə daha başqa sahələr. Mən prosesin zehin tərəfindəyəm. Məsələn, mənim üçün çox vacibdir. Sizin ən birinci dəyər yaratmağınız. Necə? Həmin brendinizin sizlə uyumlu olmağı. Təsəvvür eləyin. Mən özümü belə ağır, pencəkli, studiyalı ki, bizim şəxsi studiyamız var və orada mən hər zaman istədiyim kimi belə çox professional video çəkə bilərəm. Mənim orada cəmi bir dəfə videom olub. Təsəvvür eləyə bilirsiniz. Və belə bir look, siz bunu həmişə belə görürsünüz. Siz məni görürsünüz ancaq maşında video çəkən yerdə. Mən maşında video çəkmirəm. Səbəb odur ki, ora minəndə maşından qabaq mən xodlanıram ki, tavayt sürək. Mənim üçün maşın nəqliyyat vasitəsi deyil də, bu arada əyləncə vasitəsidir. Bunu deyəndə həmişə qınanıram. Deyirəm ki, nəqliyyat vasitəsi mənə görə sürücünün istifadə elədiyi və mənim də arxada oturduğumdur. Gerçəkdən xidmət sektorundakı insanlar çox ciddi bir dəyərdir. Bəzən tez-tez sürücüyə deyirdim ki, siz məni mental sağlamlığımı qoruyursunuz. Yəni sayənizdə mən arxada kriz keçirtmədən gedirəm. Yoxsa şəhərin ortasında həqiqətən nəqliyyat mədəniyyəti qəribə formadadır. Anyway. Təsəvvür eləyin, mən belə bir look yaradıram və siz məni şəhərdə görürsünüz. Çünki mən hal-hazırda Azərbaycandayam. Müəyyən dövrləri biz sizlə şəhərdə kəsişə bilərik. Siz məni görürsünüz ki, mən hər yerə krasovka ilə, pijama ilə gedən, maksimum makyajı bundan ibarət olan, özdə bugün gözümün altına qarandaş çəkmişəm. Axırıncı dəfə bunu birinci kurs oxuyanda elədiyimdir. Maksimum bundan ibarətdir də. Bu qız belə görünür. Belə bir qızdır. Yüksək səslə gülə-gülə nəsə danışır. Yerdə yağışdan qalma gölçə ayağını qoyub işarə qoyur və deyir ki, buna bax, nə boyda ayağım var, Və sən görürsən bu qızı, sənin komirin olan o business lady-ni deyirsən ki, bu necə beləymiş. Mən artıq ümidimi sındırdım, mən artıq biznesmen ola bilməyəcəm, bunlar hamısı yalancıdır. Ya da mən sürekli paylaşıram sənin üçün gözəl münasibət, qəşəng, hədiyələr, jackpotlar, luxury şeylər, estetik süfrələr. Və bir gün sən mənə şəhərdə görürsən ki, mən eniştəniz danışdığı yerdə, mən özü sənə qulaq asmaq istəmir, mən məsələn pozma sus filan deyirəm. Periyoddayam, eləyə bilərəm yəni. O da mənə yola verir belə baxaraq. Gözləyir ki, bu 4 gün keçsin. Sən həmin situasiyada deyəcəksən ki, yəqin ki, perioddadır ya da deyəcəksən ki, yalancıdır. Deməli, bu bizə ideal münasibət göstərir, bizi kullanır. Amma belədir. Ona görə də, bəli, obraz yaratmaq işləyir. Amma həqiqət həmişə daha dəyərlidir. Məsələn, mən uzun bir müddət doğulduğum ailə reallığımı gizlətmişəm. Sonra bir gün mənə çatdı ki, mən səhv eləyirəm. Düzdür, hekayəmi elə də tam danışmağa risk eləmirəm belə açıq. Amma keçən öz aramızda da dediyim kimi, mən çox yüksəkdə doğulmuşam və mən həyata başlayanda artıq 17-18 yaşımda, universitet dönəmimdə
sıfırdan da aşağı düşmək idi mənim üçün. Və təsəvvür eləyin, biri var ki, bir adam gəzirdi və siz onu itələdiniz. Bir də var bir adam uçurdu və siz onun qanadını çıxardıb itələdiniz. O nə gəzmək bilir, nə itələndiyi yerdən qalxmaq bilir və əziyyət çəkir. Sonra yavaş-yavaş bunu qəbullanmağa və bunu sizə göstərməyə başladım. Və beləcə sizlə aramda daha sağlam bir bağ quruldu. Məni gözünüzdə mən 5 manatla başladım, indi belə oldum, bu qədər. Siz işlərimin çox az qismini görürsünüz. Bir də arxada başqa işlər də var. Bütün bunları elədim, mən partlatdım deyib sizi yetərsiz hiss elətdirmədim və biz bağlantı qurduq. Bu bağlantı çox dəyərli idi. Sizin ağlınızda oldu ki, hə, o onun yoludur. Amma mənim üçün başqa bir yol çizməkdə kömək eləyə bilər. Gəldiniz, çizdik, bacardınız. Və məhz bu səbəbdən brendin birinci qaydası həqiqətini bilmək və bunu göstərməkdir. Ona görə də mən hamınızı özünüzü tapmağa çağırıram. Gönlünüzdən keçərsə qapımız açıqdır hər zaman və çox tövsiyə edirəm ki, həyatınızda əgər şəxsi brend quracaqsınızsa bu mövzuda, əgər bir məhsul brendi quracaqsınızsa bu mövzuda şəffaf olun. Ən azından özünüzə qarşı. Özünüzə çox yaxşı baxın. Gələn görüşlərdə. Hələlik.